Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Sadiçi dadında çox dadlı ciyər qovurması hazırladım və sizlərlə paylaşıram. Əvvəla onu deyim ki, qida əhəmiyyətinə görə qaraciyər insan sağlamlığı üçün vacib olan bir sıra bioloji aktiv maddələrin xəzinəsi sayılır. Qaraciyər A, D, Y, K, B1, B2, B6, B9, B12 vitaminləri ilə zəngin olan qida növüdür. Tərkibində B12 vitamini və dəmir olduğu üçün qan artırıcıdır. Qaraciyərin faydaları haqqında çox danışmaq olar, indi isə keçək yeməyimizin hazırlanmasına. Ağ və qaraciyərləri yuyub təmizləmişəm. Yuyub təmizlədiyim ciyərlərin üzərində olan nazik pərdəni bu cür soyuram. Ciyərin üzərində olan bu pərdə mütləq soyulmalıdır. Əgər soyulmasa, hazırladığımız yemək bərk olar. Ciyərin pərdəsi soyulub bişirildikdə isə hazırladığımız yemək pambıq kimi yumuşaq və dadlı alınır. Göründüyü kimi çox rahat və asan soyulur. Qaraciyərin pərdəsini təmizlədikdən sonra eyni qayda ilə ağciyərin də pərdəsini soyub hazırlayıram. Ağciyərin də pərdəsini bu cür rahat, asan şəkildə soymaq olur. Elə təmizləmək lazımdır ki, ciyərlərin heç bir yerində pərdə qalmasın. Təmizlədiyim ciyərləri orta ölçüdə doğrayıram. Ağciyəri bu şəkildə doğrayıb aş düzənə yığıram. Sonra isə təmizlədiyim qaraciyəri də eyni qayda ilə orta ölçüdə doğrayıram.
Doğradığım ciyərləri aş süzənə yığıb, yuyaraq bir kənara qoyuram ki, suyu süzülsün. İki-üç ədəd kartofu soyub kub şəklində doğrayıram. Kartofu zövqə görə artırıb azaltmaq olar. Big ağız. Doğradığım kartofları da bir qaba yığıb hazır vəziyyətdə kənara qoyuram. Sonra isə bir ədəd iri ölçülü soğanı da kiçik şəkildə doğrayıb kənara qoyuram. Ciyər quyruq yağında bişiriləndə daha çox dadlı olduğu üçün təzə quyruğu xırda şəkildə doğrayıram. Quyruğu xırda şəkildə doğrayanda tez əriyir və yağı çox çıxır. Bütün ərzaqları doğrayıb hazır qoyandan sonra yeməyi bişirməyə başlayıram. Əvvəlcə isidilmiş tavaya quyruğu əlavə edirəm. Quyruq qızarıb yağı tam əriyənə qədər tez-tez qarışdırıram. Ciyəri bişirəndə quyruq yağından başqa yağ əlavə etmirəm. Quyruq artıq qızarıb, əriyərək tam yağı çıxıb. Ərinmiş quyruq yağına doğradığım ciyərləri əlavə edib yaxşı qarışdırıram. Ağzını örtürəm ki, vamxodda öz parında bişsin. Arada ağzını açıb tez-tez qarışdırıram. Ciyər suyunu buraxaraq öz suyunda çox gözəl pörtülüb. Ciyər biraz pörtülüb pişəndən sonra soğanını əlavə edirəm. Yaxşı qarışdırıb ağzını örtürəm. Zövqə görə duz, istiot və sarı kök əlavə edirəm.
Yaxşı qarışdırıb ağzını örtürəm. Sazıçı yeməyinə, ciyər qovurmasına zövqə görə şirin bağırsaq və ya başqa içalat da əlavə eləmək olar. Biz ailədə ciyəri sevdiyimiz üçün yalnız ağ və qara ciyərdən istifadə etdim. Arada qapağını açıb tez-tez qarışdırıram. Suyu çəkilib yağa düşənə yaxın doğradığım kartofu əlavə edirəm. Yaxşı qarışdırıb ağzını örtürəm ki, tam bişsin. Big ağız. Arada ağzını açıb tez-tez qarışdırıram. İnanın ki, yeməyin qoxusu bütün mətbəxi bürüyüb. Artıq yeməyimiz hazırdır. Bişib-bişmədiyini yoxlayıram. Yaxşı qarışdırıram ki, tam bişsin. Bu yeməyə zövqə görə Bolqar bibəri, acı biber də əlavə etmək olar. Mən bu dəfə sadə üsulla bişirdim. Yeməyimiz artıq tam hazırdır. Kartofu da, əti də tam bişib. Hazırladığım bu dadlı, bol vitaminli yeməyi servis edirəm. Əziz və dəyərli izləyicilər, göz haqqınızı halal edin. Kanala abunə olub bəyənməyi, fikir yazmağı unutmayın. Abunə olun ki, növbəti videolarımdan xəbərdar olasınız. Servis edərkən üzərinə zövqə görə mən keşniş şüyüd əlavə etdim. Bu yemək o qədər dadlıdır ki, göyərtisiz də servis etmək olar. Bu da mənim hazırladığım çox dadlı, ləzzətli ciyər qovurması. Hazırlayan hər kəsə nuş olsun. Növbəti videolarımda görüşənədək. Hələlik.